sabahınız xeyir, yeni vlogla başlayıram. Deməli, bu günlər saat 10'dur. Ailəlik gedirik səhər yeməyinə. Dedim sizə vlog çəkeyim. Səhər yeməyinə gedirəm, amma indi bu çırvırıq deyəcəm ki, ürəyim bulanmasın yolda. Getdi uşaqlar. Axırı vaxtı səhərimi artıq bu kremlə başlayıram. Möhtəşəm bir kremdir. Üzümü tam dəyişdi. Mənə hədiyyə olaraq xaricdən gəlib. Yəni möhtəşəmdir. Gərək Azərbaycanda tapa bilsəm, tapacağım bu kremi. Çünki çox bəyəndim. Mən hazır. Bu şalvar yadınızdadır da. Temu'dan almışdım. Aladinlər. Bu ayaqqabılar da değişməyən. Sevirəm, onlar rahatdır. Həm də ki, bunları elə bilib işlər, bunlar şəpitdir. Bunlar şəpit deyil, kablukdadır. Və üstüne pencere atacağım. Çünki birdən də işdir. Ama böyle gülüyoruz. Каждый раз они что-то... Как это было? Сейчас. Как мини-тандырчики, знаешь? Daha hamıya salam. Deməli, çox sayılı istəklərə görə qərar verdim ki, sizə bu günləri vlog çəkim. Çünki həqiqətən çox insan yazırdı ki, vlog çək, vlog çək. Mən də adi həyatımı çəkmək istəmirəm. Mənə özümə şəxsən maraqlı deyil. Necə mən nəyisə yığışdırıram, nəsə makiyaj edirəm və yaxud da saçımı bururam. Çəkilişlər üçün onsuz da bunların hamısını etmək məcburiyyətindəyəm. Amma hər gün eyni rutini çəkmək məncə o qədər də maraqlı bir şey deyil. Ona görə dedim ki, harasa çıxdıq, onsuz da bir dənə vlog sizə çəkim. Sizə də məncə maraqlı olar. Burada kameranı qoyub səhər yeməyimi çəkdim ki, siz baxasınız necə mən yeyirəm. Nənəm də, yəni yadından çıxırdı ki, hər dəfə mən çəkirəm. Ya əlini qoyurdu, ya qolunu uzadırdı və yaxud da nəyisə götürürdü. Amma ki, heç nə demirdim. Deyirdim, hə, yaxşı, eybi yoxdur. Siz mənə bağışlayarsınız bu səhvliklərə görə. Bilmirəm, orada olmusunuz ya yox. Bu Əhmədlidəki Madodur. Yəni reklam deyil, heç nə deyil. Sadəcə yəni getdi. İlk dəfə ora səhər yeməyinə getmişdim. Ən çox dayım qızı, dayım arvadı, onlar gedirdilər tez-tez bura və dedilər ki, orada səhər yeməyi çox dadlıdır. Biz də o tərəflərə onsuz Yuska getməli idi. Ona görə dedim ki, səhər yeməyinə bura gələk. Dəhşət hər şey dadlı idi. Ofisiantlar, çox administrator hər dəqiqə yaxınlaşırdı. Məncə əslində tanıdılar, amma ki, mən fikir verdim ki, hamıya belə diqqətçili idilər, ancaq mənə yox. Nəyə görə mən dedim ki, reklam deyil? Çünki çox blogerlər nədənsə hansı bir məkana gedəndə o məkanı göstərmirlər. Elə bil dəhşət həmən o blogerin, həmən məkana hansısa bir reklamı lazımdır. Yəni dadlıdır deyirsən dadlıdır, dadsızdır deyirsən dadsızdır. O məncə heç bir problem və rol oynamır. Mən belə şeylərə çox açıq insanım. Ona görə dadlı olanda, yəni niyə də deməyəsən, hansısa bir insan ora yaxın olanda o da getsin, görsün ki, yəni doğrudan da hər şey çox gözəldir. Yəni yalan bir söz yoxdur. Bəzi blogerlər də deyir ki, İmrə ancaq məndən reklam götürsünlər ki, yaxşını pisi deyim. Ona görə mənə heç bir fərqi yoxdur. Hansısa bir məkana keçən dəfə də Etilərə getdik. Dedim ki, dadlı idi, hər şey çox gözəl idi. Bu dəfə də bura gəldim. Məncə mənim üçün və heç bir bloger üçün böyük bir problem deyil bunu demək. Sadəcə nənəmi güc bala ilə bura götürmüşdüm və şok olmuşdum ki, nənəm belə yaxşıca, yaxşıca idi. Çünki adətən harasa gedirik, hansısa bir səhər yeməyində nənəmlə oturanda belə mız-mız eləyir. Bunu yemirəm, onu istəmirəm. Amma hər şeyin stolda nə var idi, hər şeyin dadına baxdı və dadlı olduğunu dedi. Çünki biraz
qırmızımız belə xanımdır. Ona görə əminliklə bunu sizə deyirdim ki, çox gözəl idi hər şey. Axırı vaxtı ümumiyyətlə çalışıram, ailəmlə çox vaxt keçirim. Çünki vaxt var idi. Mən çox tanışlarla, tunuşlarla, dostlarla, onlarla, bunlarla gəzirdim. Amma ailəmlə normal vaxt keçirmirdim. Ona görə indi axırı vaxtı belə bir səhvlərimi düzəldirəm. Deyirəm ki, düzəlmək lazımdır, ailə ilə vaxt keçirmək lazımdır, harasa getmək lazımdır. Yaxında da hələ kinoya getmək istəyirəm, hansı bir yenə restorana getmək istəyirəm. Həm sizə vlog, həm bizə gəzmək niyə də yox. Siz ümumiyyətlə ailənizlə vaxt keçirirsiniz, yoxsa təkliyi sevirsiniz? Mən ümumiyyətlə təkliyi sevən insanam. Amma ki, bilmirəm, ya yaşım artıq yaş olub, belə bir yaş olub ki, 28 yaşım var ki, ailəmlə daha çox, elə bil daha sıx görüşmək istəyirəm, harasa getmək istəyirəm, nə isə göstərmək istəyirəm, nəsə almaq istəyirəm, nə ilə sevindirmək istəyirəm. Bilmirəm niyə, amma ki, konkret ürəyimdən belə bir hisslər gəlir. Əvvəl elə bil edirdim, amma ki, indi daha çox nəsə eləmək istəyirəm. Bilmirəm, ya anamın yaşının üstünə yaş gəlir görürəm, nənəmin yaşının üstünə yaş gəlir görürəm. Daha çox, daha sıx vaxt keçirib elə bil xoşbəxt anlarımız olsun istəyirəm. Ona görə sizdə məsələn belə bir şeylər var, yoxsa yox, yoxsa hələ gəlib çatmamısınız bu zamana. Əgər çatmamısınızsa, əminliklə demək istəyirəm ki, bunu tez edin. Çünki məncə çox xoş olar. Həm mamaya, həm papaya, həm nənəyə, həm babaya, niyə də yox. Səhər yeməyinin sonuna deyəsən çatmışıq. Deməli, hələ administratora da deyirəm ki, ay administrator, sırniklər və zeytunlar yadınızdan çıxıb. Çox xahiş edirəm, gətirin də onları da yeyək. Amma gözlərim doymurdu. Əslində partlayırdım da, deyəsən də Nərgiz, sırnik hara, zeytun hara. Burada da hər dəqiqə nənəm nəysə əvvələ qoyur, deyirəm, ay nənə çəkirəm, arxaya qoyuram. Videoya fikir versəz, ümumiyyətlə, hardasa 5-6 dəfə bunu eləyir, mən də gülürəm ki, ay nənə, bəzdə də telefon oradadır, yadında qalsın. Nənənim heç yadında qalmırdı ki, telefon oradadır. Ona görə dedim, hər şeyi yenə də kadra qoyum, heç nəyi silmədim, sadəcə tezləşdirdim ki, siz görəsiz. İnanıram ki, sizə necəsə maraqlıdır və yaxud da yox, mənə deyərsiniz, belə bir kadrlar sizə çəkim, yoxsa necə? Bir də uşaqlar, çox xahiş edirəm, əgər sizə əziyyət deyirsə, videonu like eləyin. Sizin üçün sadə bir şeydir, amma mənim üçün çox önəmlidir ki, mən davam edeyim. Uşaqlar, uca yeyə bilmirəm, ölürəm. Yəni, çox dadlıdır, hər şeyin dadına baxmaq istəyirsən. Amma bədəndə uca yeri yoxdur, görməm işləyə nə deyəsən. Знаете, надо ходить нельзя. Зачем? Потому что ты не ешь почти ничего. Это я съела, Нана. Нана, я yumurta, Nana, я всю колбасу почти я съела. Просто-таки надо посидеть, да я посижу сейчас. Burada da mənim nənəm də anladı ki, sənə bura gəlmək olmaz, çünki sən heç nəyi yemədin. Nənələr də həmişə kimi nəvələrini yedizdirməyə çalışırlar. Nə qədər çox yesən belə, onun üçün sən heç nə yeməmiş olursan. Amma anlamıram, nə qədər yeməliydim ki, nənəm üçün normal olsun. Şu əzizlərim, bunları uca yalandan yedim. Hər şey çox dadlıdır, prosta uca yemək olmur. Stolda qalanlar. Hər şey üyütdük. Dodağımda indi 405 Kiko'dur. Sevdiyim pamada artıq çevrilib. Möhtəşəmdir. Dodağımda budur. İndi deyə dedim sizə göstərim. Əgər bəyənsəz, yəni dəqiq alın.
Bizdə bu xalçalardır. Yəni ən azından buna oxşardı. Biraz tükü fərqlidir. Çox superdir. Kiçikləri də var, kiçikləri də bizdə var. Bizdə bundandır. Bundan. Bunların qiyməti 27. Görünmür. Krabiklərin qiyməti 10 manatdır. Bilmirəm, dəyər, dəyməz. Məncə dəyməz. Gözəldilər. Əslində 2 şey almalıydıq. Buna göstərəcəm sizə evdə nələr aldıq. Uşaqlar, kakaşkaya baxın. Hələ gülür, arsız. Qiyməti də 13.50. Endirimlə, belə palmalarlandır, içi palma. Əslində bəyənmirəm. Amma bəlkə kiminsə zövqündə olar qeyri-adidən. Mən bunları bəyəndim 6.50-yə. Böyüdülər, mən iri çaşkaları çox sevirəm. Fikirləşəcəm, bəlkə götürərəm özümə. Bunlar da qəşəngdir, 9.50-dir qiyməti. Belə çaşkalar da var, 7-yə mama göstərir. Həm də onların pasudaları da var. Mama dedi, səndə belə fincanlar çoxdur, belə bir şey götürmək istədim. İçi qeyri-adidir, 6-yadır cəmi. Sok falan tökəcəm bura, çəkiliş üçün. Qeyri-adidir çox. Uşaqlar, belə alış-veriş elədik, 150 manat. Evdə göstərəcəm sizə nələrdir, çox aldıq. Tak dostlar, 2 belə setka mən boyda alış-veriş elədik. Çeki axırda göstərəcəm. Anamın adı günüdür, hər tərəfli deyirəm ki, təbriklər olsun da ona. Deməli, bu çaşka aldıq, sizə göstərmişdim. 6 manat, plus onu ayrıca nənəm qoydu sumkasına, dedi ki, birdən qırılar. Mama, bir dəfə tərəfilədik. 2 dənə belə balış aldıq, birini də ver mənə. Mama, help me. 2 dənə belə balış, bunu otağa 17.50-dən 15-ə düşmüşdü, dedi yalaq. Dəbdübü, hamısını bura atıram. Dövməyin məni. Mama göstərir, divana at, divan görsənir kadrda. Maya belə nazik adiyal. Sonra, 2 dənə də ağ rəngində ramka. Çünki bizdə görmüşsünüz də nənəmin şəkilləri qırmızı ramkada durub. Deyirəm, ay nənə dəyişək. Nənəmin o 100 ilin ramkaları da orada. Aldıq, nəhayət. Mən necə görsənirəm? Uşaqlar yazın, mən normal görsənirəm. Bilmir. Deməli, özümə belə kosmetiçka aldım. Deməli, belə qab aldıq vanna üçün. Burada belə tutacağı var. Hörüydü. Tex. Podatiyanik nə deyirlər, mama? Nə deyirlər bunu? Bu pakrivaladır. Materialı belədir. Otağa. Kravatın üstünə. 50 manata düşmüşdü. 90-dan ya 70-dən nəsə belə bir şey qiymət. Alam. Və ay nənəm, 5 minut nənə. Nənə ucu dözə bilmir. Nənə bunu taxmaq istəyir, onu taxmaq istəyirəm. Bu çöl üçün kovrikdir. Alam. Bu qədər aldı cəmi. Çox aldı. Bu da ev üçün demişdim. Bizdə Santa Claus durub. Evinkini dəyişdirmək lazımdır. 6 rezindir bunun da. Amma belədir. Çeki də göstərdik. Hamısını tuğuyuram. Mama baxışlarını görmürsün. Zarafat edirəm. Mama gülür əslində. 157 manat 60 qəpik elədi. 157 əks göstərəcək. 157 manat 60 qəpik. Yəni belə necə də alış-verişlərinizi yazarsınız. Mən getdim. Dostlar, bu yataqda belə görürsünüz necə yumuşaqdır, superdir. Və belə yumuşaq balışlar. Burada da belə izlər qalır. Yəni bunu belə eləyirsən, belə eləyirsən. Yəni bu çik falan deyil də. Qalır. Çox qəşəng görsənir. Belə və ramkaları dəyişdirdik. Ramkaları görürsünüz ki, köyünə durmuşdu. Ağ ramkaları dəyişdirdik onları da. Bu mamaya dedim, balaca götür. Mama götürdü böyüyünü. Eybi yoxdur, dəyişdirəcəm, alacam başqasını. Tam başqa vid oldu. Xalçanı qapının yanında elədik.
Belə görsənir. Santa Claus'dan daha yaxşıdır. Və çöldəki xalçanı indi göstərəcəm. Çölə də bu xalçanı qoyduq. Vsiyom. Hər şeyi yenilədik. İndi vannada göstərəcəm nəyi dəyişmək istəyirik. Bunu mama yumağa qoydu. Vannada da deməli nəyi dəyişmək istəyirik bunu. Bu plasmasdır bunu. Buna dəyişəcəyik. İndi hər şeyi yerləşdirəcəm. Göstərmişdim sizə, dedim ki bizdə vannada bunlar durur. Görürsünüz, böyüyü, kiçiyi. Prosta rəngləri dəyişir belə. Ayağı basırsan belə dəyişir. Yəni superdir. Çox yumşaqdır, qəşəngdir. Bütün qabları, maskalarımı, hər şey bura yerləşdirdik. Belə görsənir artıq. Nəhayət çoxdan dəyişdirmək istirdim. Çox qəşəng görsənir məncə. Bunları da dedim arxaya qoyaq ki belə görsənməsin.